Hər vaxtınız xeyir, gününüz uğurlu olsun, dəyərli tamaşaçılar. Monitoring TV-də xəbərləri izləməyin vaxtıdır. Studiyada mən Aynur Kərimli günün prioritet xəbərlərini sizə təqdim edirəm. İlk olaraq anonslara nəzər salırıq. Milli Məclis Kamran Əliyevin yenidən Azərbaycanın baş prokuroru təyin edilməsinə razılıq verib. Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Pete Hegseth isə İranın Hüsi üsyançılarına yardım etməyin məsuliyyət daşıyacağını söyləyib. İşğaldan azad edilmiş Cəbrayıl rayonundan olan bir şəxsin 32 ildən sonra torpaq həsrətinə son qoyulub. Planetin ən yaşlı insanı, Braziliyalı rahibə Ina Canavaro Lucas dünyasını dəyişib. İndi isə daha ətraflı. Milli Məclis Kamran Əliyevin yenidən Azərbaycanın baş prokuroru təyin edilməsinə razılıq verib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən prezidentin təqdimatı ilə Milli Məclis baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. Qeyd edək ki, Kamran Əliyev Azərbaycan prezidentinin 1 may 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın baş prokuroru təyin edilib. Onun səlahiyyət müddəti bugün başa çatır. Davam edirik. İşğaldan azad edilən Əsgəran Xocalı yolunda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. Bunu əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə aprel ayında aparılan qazıntılar zamanı 2 kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar deyə məlumatda bildirilir. İsrail-Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyir. Bunu İsrailin Xarici İşlər naziri Gideon Saar deyib. Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanistan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan meşə yanğınlarının havadan söndürülməsi üçün dəstək istədim deyə o bildirib. Qeyd edək ki, aprelin 30-da səhər saatlarında Qüdsün qərbində meşə yanğınları başlayıb və sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyə olunduğunu elan etməli və bir neçə yolu bağlamalı olub. İsrailin Aşkelon, Beer, Şeva, Modin və sair şəhərlərində müstəqillik günü tədbirləri hava şəraitinə görə ləğv edilib. İsrailli həkimlər bildiriblər ki, indiyədək 19 nəfər tüstüdən xəsarət alaraq müalicə almaq üçün müraciət edib. Onlardan 13-ü xəstəxanaya yerləşdirilib. Daha əvvəl 12 nəfərin yaralandığı bildirilib. Dünya gündəmindən digər xəbərlərlə davam edirik. Ukrayna Rusiyanın faktiki olaraq nəzarət etdiyi əraziləri güzəştə getməyə hazırdır. Baxmayaraq ki, bunu hüquqi cəhətdən heç vaxt tanımayacaq. Bu sözləri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın xüsusi nümayəndəsi Kit Kellogg deyib. Kiyev başa düşür ki, atəşkəs elan edildikdə tərəflər mövqelərində qalacaqlar. Ukrayna döyüş əməliyyatlarının hazırki xətt üzrə dayandırılmasına hazırdır deyə o qeyd edib. Eyni zamanda Kellogg vurğulayıb ki, ABŞ Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərindən əl çəkmir. Bu arada Amerika Birləşmiş Ştatları və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək. Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib. O, bu barədə Facebookdakı səhifəsində paylaşım edib. Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ni bu fona verəcək. ABŞ və Ukrayna fondunun idarə olunmasında bərabər səsə sahib olacaqlar. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur. Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Pete Hegseth isə İranın Hüsi üsyançılarına yardım etməyin məsuliyyət daşıyacağını söyləyib.
O, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. İrana mesaj: Husilərə ölümcül dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik. ABŞ silahlı qüvvələrinin nəyə qadir olduğunu yaxşı bilirsiniz və sizə xəbərdarlıq edildi deyə paylaşımda qeyd olunur. Sizin üçün seçdiyimiz zaman və yerdə fəsadlar deyə Pentaqon rəhbəri öz sözlərinə əlavə edib. Yeri gəlmişkən, Yəmən Husilərə Ərəb dənizində Amerika Birləşmiş Ştatlarının Carl Vinson təyyarə daşıyan gəmisinə hücum edib. Bu barədə Husilərin hərbi sözçüsü Yəhya Sariya deyib. Yəmənin silahlı qüvvələri bir neçə pilotsuz uçuş aparatından istifadə ilə Ərəb dənizində ABŞ-nin Carl Vinson aviadaşıyıcısına və onu müşayiət edən hərbi gəmilərə qarşı əməliyyat keçirib deyə hərəkatın sözcüsü bildirib. O həmçinin iddia edib ki, ABŞ-yə məxsus F-18 qırıcı təyyarəsi bazar ertəsi Qırmızı dənizdə üsyançıların Harry Truman gəmisinə endirdiyi zərbə nəticəsində qəzaya uğrayıb. Növbəti xəbərlə davam edirik. Hindistan-Pakistan gərginliyi isə səngimək bilmir. Hindistan ölkənin hava məkanını Pakistan təyyarələri üçün bağlayıb. Qeyd olunur ki, qərar aprelin 30-dan mayın 23-nədək qüvvədə olacaq. Xatırladaq ki, aprelin 22-sində Hindistanın Cammu və Kəşmir nəzarət xəttində atışma baş verib. Nəticədə 26 turist həlak olub. Daha 20-yə yaxın insan yaralanıb. Hindistan hadisəni terror hücumu kimi qiymətləndirib və Pakistanı günahlandırıb. Hücumdan sonra Hindistan və Pakistan bir-birinə qarşı hava məkanını bağlamaq və vizaları ləğv etmək kimi bir sıra tədbirlər görüb və bu da iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib. Ölkəyə gündəmi ilə davam edirik. Ağcabədidə ağır yol qəzası olub. 2 nəfər ölüb. Hadisə rayon ərazisində baş verib. Belə ki, hərəkətdə olan Vaz 2106 markalı avtomobil traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Sayan rayonu sakini 23 yaşlı Şamil Əmirəliyev və Qaymaqlı kənd sakini 23 yaşlı Vaqif Əhmədov hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. İndi sizə çox maraqlı və eyni zamanda kədərli bir həyat hekayəsindən danışacağam. İşğaldan azad edilmiş Cəbrayıl rayonundan olan bir şəxsin 32 ildən sonra torpaq həsrətinə son qoyulub. Biləsuvarda yaşayan Gülməmməd Gülməmmədov Cəbrayılda öz evini tapıb. Nitq məhdudiyyəti olan 55 yaşlı Gülməmməd Gülməmmədov Cəbrayıl rayonunun Tatar kəndində anadan olub. O 32 ildən sonra doğma evinə, ata yurduna qayıdıb. Deyir, sonuncu dəfə bu evdə 1993-cü ildə olub. O, bu evdə yaşayanda fotoqraf sənəti ilə məşğul olurmuş. Hazırda da bu peşəni davam etdirir. Dağılmış evlərinin divarlarına toxunanda uşaqlığını, gəncliyini xatırlayaraq hönkür-hönkür ağladığını bildirir. Evlərinin həyətini gəzəndə təsadüfən özünə məxsus fotoaparat lentini tapıb. Gülməmməd bəy Cəbrayıldan Biləsuvara əliboş qayıtmır. O, topladığı gülləri və kəklik otunu ailəsi üçün gətirir. Gülməmməd indi tez-tez doğma Tatar kəndinə baş çəkmək istəyir. Deyir, mənə icazə verilsə, burada qurduğum yurd yuvanı qoyub doğma torpağımda çadırda qalardım. Davam edirik. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayonu Akim Abbasov küçəsində yaşayan 28 yaşlı Şəhruz Tapduqov dəm qazından boğularaq ölüb. Belə ki, o hamam otağında olarkən içəriyə dəm qazı sızıb. Nəticədə Şəhruz Tapduqov vəfat edib. Qeyd edək ki, Şəhruz Tapduqov Sokarun Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunda çalışıb. O, həm də YouTube-da müxtəlif şairlərin şeirlərini səsləndirib. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Planetin ən yaşlı insanı, Braziliyalı rahibə Ina Canavaro Lucas dünyasını dəyişib. Rahibə aprelin 30-da 116 yaşında vəfat edib. O, 1908-ci il iyunun 8-də anadan olub. Ina Canavaro Lucas 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko Itoki'nin ölümündən sonra dünyanın ən yaşlı insanı hesab edilib. Rusiya prezidenti Vladimir Putin ilk dəfə Rusiya Kreml Putin 25 il sənədli filmi üçün verdiyi müsahibədə Kremldəki mənzilini göstərib. Həmin kadrları Rusiyalı jurnalist Pavel Zarubin Telegram kanalında yerləşdirib. Rusiya lideri etiraf edib ki, son 3 ildə o tez-tez Kremldə gecələyib. Pəncərənin yanında yerləşdirilən Ağ Royalda jurnalistin diqqətini çəkib. Putin bildirib ki, o çox nadir hallarda həmin alətdə ifa edir. Bundan sonra o qonağına kitabxana, 2 yataq otağı və ev kilsəsini göstərib.
İndi isə futbol haqqında. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk maçları çərçivəsində Barcelona Interlə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 3-3 hesabı ilə bitib. Milan təmsilçisi birinci hissədə 2 top fərqi ilə önə çıxsa da üstünlüyünü qoruya bilməyib. Yamal və Torres hesaba tarazlıq gətiriblər. Tərəflər ikinci hissəyə də qollarla başlayıblar. Əvvəlcə Inter yenidən önə çıxıb, lakin cəmi bir dəqiqə sonra Rafinyanın zərbəsindən sonra top Interin qapıçısına dəyərək tora girib. Qol İsveçrəli qapıçının adına yazılıb. Qeyd edək ki, bu cütlüyün qalibi finalda PSG Arsenal cütlüyünün qalibi ilə qarşılaşacaq. Asiya Çempionlar Liqasında isə yarımfinal mərhələsinə yekun vurulub. Son oyun günündə Cristiano Ronaldo'nun kapitanı olduğu Ən-Nəsir Yaponiyanın Kawasaki klubu ilə qarşılaşıb. Ciddədə keçirilən görüş Yaponların üstünlüyü ilə başa çatıb. Ərəblər buraxılan 3 qoldan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar. 2-3 hesabı ilə. Beləliklə də Kawasaki adını finala yazdıraraq Səudiyyə Ərəbistanının digər bir təmsilçisi Əl-Əhliyə rəqib olub. Sonuncular final yolunda Əl-Hilala 3-1 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, Asiya Çempionlar Liqasının həlledici maçı mayın 3-də oynanılacaq. Bugün UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start veriləcək. Tottenham evdə Bodo/Glimt-lə qarşılaşacaq. Manchester United isə İspaniyada Atletik Bilbao'nun qonağı olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək. UEFA Konferans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Fiorentina İspaniyada Betisin qonağı olacaq. Chelsea isə İsveçdə Djurgårdenlə üz-üzə gələcək. Qeyd edək ki, UEFA Konferans Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək. Beləcə, bu günə və bu saata sizə çatdıracaqlarımız bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik. Növbəti xəbər buraxılışlarında görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.